Salam, hər vaxtınız xeyir olsun. Günaz TV-yə baxırsınız. Studiyada Aynur Zahid, əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. İrandan Azərbaycana indiyənədək 3505 nəfər təxliyə edilib. Türkiyə fondundan humanitar yardım Tehrana çatdı. Çin İrana silah tədarükü ilə bağlı iddiaları rədd edir. İran Körfəz ölkələrindən təzminat istəyir. ABŞ İranın Hörmüz boğazını tam açmasını gözləyir. Vence'dən açıqlama. İndi isə daha ətraflı. Fevralın 28-i saat 8:00-dan aprelin 13-ü saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 3505 nəfər təxliyə edilib. Təxliyə olunanların 613 nəfəri Azərbaycan vətəndaşıdır. Təxliyə olanlar arasında 736 Çin, 374 Rusiya, 294 Hindistan, 198 Bangladeş, 194 Tacikistan, 152 Pakistan, 136 İran, 116 İndoneziya, 84 Oman, 57 Əlcəzair, 46 İtaliya, 30 Almaniya, 27 Kanada, 26 İspaniya, 25 Fransa, 21 Gürcüstan, 18 Səudiyyə Ərəbistanı, 18 Yaponiya, 17 Özbəkistan, 17 ABŞ, 16 Bəhreyn, 14 İsveçrə, 14 Polşa, 13 Qazaxıstan, 13 Nigeriya, 13 Belarus, 12 Macarıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Bolqarıstan, 10 Kongo Demokratik Respublikası, 9 Braziliya, 8 Sudan, 8 Venezuela, 6 Birləşmiş Ərəb Əmirlikləri, 6 Finlandiya, 6 Slovakiya, 6 Belçika, 6 Qırğızstan, 6 Rumıniya, 6 Çexiya, 6 Avstraliya, 5 Serbiya, 5 Türkiyə, 5 İsveç, 5 Əfqanistan, 5 Avstriya, 5 Vyetnam, 5 Yunanistan, 4 İordaniya, 4 Filippin, 4 Ukrayna, 4 Şri-Lanka, 4 Küveyt, 4 Niderland, 3 Qətər, 3 Xorvatiya, 3 Danimarka, 3 Norveç, 2 Nepal, 2 Livan, 2 Yəmən, 2 Kipr, 2 Myanma, 2 Misir, 2 Sloveniya, 2 Uruguay vətəndaşı var. İrandan Azərbaycana, Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Hersegovina, Latviya, Beliz və Dominikanın hərəsinin bir vətəndaşı təxliyə olunub. Türkiyə Humanitar Yardım Fondu tərəfindən İrana göndərilən yardım daşıyan ilk yük maşınları karvanı Tehrana çatdı. İstanbul və Mersindən göndərilən ümumilikdə 4 yük maşını da daxil olmaqla bu yardımın bir hissəsi bugün İrana çatıb. Ayaqqabı, palto, şalvar, köynək, futbolka və qadınlar və uşaqlar üçün yorğanlardan ibarət olan bu yardım Tehrandakı İran Qızıl Aypara mərkəzinin anbarlarına yerləşdirilib. İran Qızıl Aypara rəsmiləri humanitar yardım daşıyan daha 2 yük maşınının yolda olduğunu və tezliklə Tehrana çatacağını gözlənilir. Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlangıç, İran Qızıl Ayparasının rəhbəri Pir Hüseyn Kulivand ilə birlikdə Türkiyədən göndərilən yardımı yerində yoxladılar. Qeyd etmək lazımdır ki, Azərbaycan Cümhuriyyəti əvvəllər İrana 3 dəfə humanitar yardım göndərmişdi. Çin İrana silah göndərdiyi ilə bağlı xəbərləri təkzib edərək bu iddiaların tamamilə uydurma olduğunu bildirib. Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Gua Tsiakun deyib. Onun açıqlaması bəzi xəbərlərdə Çinin İrana hərbi avadanlıq təqdim etdiyi iddialarından sonra səsləndirilib. Daha öncə CNN ABŞ kəşfiyyatına istinadən xəbər vermişdi ki, Pekin yaxın həftələr ərzində İrana yeni hava hücumundan müdafiə sistemləri göndərməyə hazırlaşır. Go bildirib ki, Çin hərbi ixrac məsələsində həmişə ehtiyatlı və məsuliyyətli yanaşma sərgiləyib və bu sahədə daxili qanunvericilik və beynəlxalq öhdəliklərə əsaslanan ciddi nəzarət mexanizmləri tətbiq edir. Əsassız ittihamları və qərəzi əlaqələndirmələri rədd edirik deyə o mətbuat konfransında vurğulayıb. İran, ABŞ və İsrail hücumları nəticəsində dəyən zərərin indiyənədək təxminən 270 milyard dollar olduğunu açıqlayıb. Bu barədə hökumət sözçüsü bildirib. Fatimə Mühaciryani Rusiyanın RIA Novosti agentliyinə verdiyi açıqlamada qeyd edib ki, müharibə təzminatları İranın danışıqlar heyətinin gündəmində olan məsələlərdən biridir və bu mövzu İslamabadda keçirilən görüşlərdə də müzakirə olunub. O əlavə edib ki, bu məbləğə həm birbaşa, həm də dolayı itkilər daxildir.
İran, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan ona dəyən ziyana görə kompensasiya tələb edir. Bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani təşkilatın baş katibi Antonio Guterreşə ünvanladığı məktubda bildirib. Məktubda qeyd olunur ki, Bəhreyn Krallığı, Səudiyyə Ərəbistanı Krallığı, Qətər dövləti, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya Haşimlər Krallığı İran İslam Respublikasına beynəlxalq hüquqa zidd hərəkətləri nəticəsində dəyən bütün maddi və mənəvi zərərə görə, o cümlədən kompensasiya formasında tam təzminat ödəməlidirlər. İran tərəfi bu tələbi ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyat zamanı adı çəkilən ölkələrin ərazilərindən istifadə olunması ilə əsaslandırır. İrəvani vurğulayıb ki, bu dövlətlərin öz ərazilərindən İrana qarşı istifadə edilməsinə icazə verməsi təcavüz aktı kimi qiymətləndirilir. Məktubda həmçinin qeyd edilir ki, sözügedən ölkələr bu addımları ilə İrana qarşı beynəlxalq öhdəliklərini pozublar. İran və ABŞ arasında birbaşa danışıqların növbəti raundu yaxın zamanda keçiriləcək və diplomatik səylər müsbət nəticələr verir. Bu barədə Pakistanın Müdafiə naziri Xavaca Asif bildirib. Onun sözlərinə görə yalnız müsbət irəliləyiş müşahidə olunur. Nazir əlavə edib ki, davam edən diplomatik səylər konstruktiv istiqamətdə irəliləyir. Daha əvvəl bildirilmişdi ki, Vaşinqton və Tehran arasında birbaşa danışıqların yeni raundu aprelin 16-sında İslamabad şəhərində keçirilə bilər. Associated Press-in məlumatına görə tərəflər Pakistan paytaxtında növbəti görüşün keçirilməsi imkanını müzakirə edirlər. Bununla yanaşı, ABŞ administrasiyasının rəsmiləri yeni danışıqlar raundu üçün mümkün məkan kimi Ceneva şəhərini də nəzərdən keçirirlər. ABŞ administrasiyası İrandan Hörmüz boğazını gəmiçilik üçün tam açmasını gözləyir. Əks halda Vaşinqton və Tehran arasında mövcud danışıqlarda fundamental dəyişiklik olacaq. Bunu Birləşmiş Ştatların vitse-prezidenti James D. Vance Fox News-a açıqlamasında deyib. Lakin biz hələ boğazın tam açılmasını görməmişik. Ona görə də İranlılar Hörmüz boğazını açmaq üçün səylərini davam etdirəcəklərini gözləyirik. Əgər onlar bunu etməsələr, bu onlarla apardığımız danışıqların gedişatını kökündən dəyişəcək deyə o bildirib. ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatın məqsədlərinə çatdığına və artıq münaqişəyə son qoymaq üçün irəliləməyin mümkün olduğuna inanır. Bunu Birləşmiş Ştatların vitse-prezidenti James D. Vance Fox News-a açıqlaması zamanı bildirib. Mən həqiqətən inanıram ki, məqsədlərimizə çatdığımız bir vəziyyətdəyik. Biz bunu sonlandırmağa başlaya bilərik. Mən bunu uğurlu danışıqlarla başa çatdırmağı üstün tutardım deyə vitse-prezident əlavə edib. Vaşinqton, Tehranın sonda bütün zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsində israr etməyə davam edir. Bu fikirləri də Birləşmiş Ştatların vitse-prezidenti James D. Vance Fox News-a müsahibəsi zamanı deyib. Biz bu maddələri onların ölkəsindən çıxarmaq istədiyimizi və onu öz əlimizdə saxlamaq istədiyimizi bildirmişik deyə Vance bildirib. Vance qeyd edib ki, nüvə silahı hazırlamaq planı olmadığına dair verdiyi zəmanətlərə baxmayaraq, İranın nüvə proqramı ABŞ üçün narahatlıq doğurur. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.